xəyanət satqınlıq deməkdir. Sənin güvəndiyin insan səni satıb. Bəziləri bağlayır. Ay, xəyanət uşaq vaxtı, diqqətsizlik, sevgisizlik, nə bilim, sevgi əksikliyidir. Bağlanmaq ola bilər, asılılıq duyğusu ola bilər. O bəzi, məsələn, şərəfsizliyə, narsizliyi donu geyindirdilər. İstirikalara, konversiyon, pozuntu donu geyindirdilər. İndi də xəyanətə bu donu geyindirmək istəyirlər. Xəyanət xəyanətdir. Satqın adamdır. Nəfsinə görə mi satır, pula görə mi satır? Xəyanət sözü, yəni vətəninə xain çıxan, xainlik edən insan, yəni eyni bir məna daşıyır. Gəlin buna don geyindirməyə. Psixoloqların çoxu da bunu deyirlər. Araşdırın, baxın, həyat yoldaşınızda əvvəlki həyəcan niyə itibdir, nə olubdur? İtib, bu onu məcbur eləmir axı getsin, başqasının qucağına girsin. Düz deyil. Bütün bunları düzəltmək olacaqmı? Bəlkə də olar, qeyd eləmişdim. 15-20 il, 30 il sonra bəlkə kommunizm dönsə, hər şeyin sonu əvvələ dönürdü onsuz da. O yüzden bəzi insanlar dözməyi seçərlər və bu dözmək dediyimizdə bəzi valideynlər var, qadınlar var ki, uşaqlarına sonradan vicdanına vura-vura onları manipulyasiya edərlər ki, sənə görə dözdüm, səni doğdum, səni təhsil verdim, nə bilim, neynədim, neynəmədim. Dürüst olun özünüzlə. Qadınlar. Özümüzlə dürüst olaq ona görə ki, qorxdunuz ki, tək başına bacarmayacaqsınız. Kimisi 3 uşaq var, kimisi 5 uşaq var. Kimisi elə bir ailədən çıxır ki, onun atası anası deyir ki, sənin burada bir də bura meydin qayıda bilər. Məcburdur dözməyə, çünki belə görüb. Və bu dözmək genetik olaraq, bax, belə bir dözmək nəsli yetişir, deyirlər, Azərbaycan xalqı dözümlü xalqdır. Amma nəyə dözür? Şərəfsizliyə dözür. Bu şərəfsizliyə dözə-dözə insan özü dönüb şərəfsiz ola bilməzmi? Və bu şəkildə özgüvənsiz bir nəsil yetişir. Xəyanətkar bir nəsil yetişir. Yəni, dözməyən insan hər şeyi, bütün çətinliyi gözə alır. İstəyir 5 uşaq olsun, istəyir 3 uşaq olsun. Çünki onun bir məni var, onun bir qüruru var. O, onun əzilməsinə icazə vermir. Özünü qurtarır. Bəziləri də var ki, güya ki, dürüsttür.